Herkese salam, kanalıma xoş gəldiniz. Bugün biz sizinlə say sistemlərinin 50-dən sonraki sualların davamına baxırıq. İlk öncə qeyd etmək istəyirdim ki, dərslərimiz əyani və onlayn şəkildə təşkil olunur. Əyani dərslərimiz Gəncə şəhərində, onlayn dərslərimiz isə Google Meet platforması üzərindən keçilir. Mənimlə əlaqə saxlamaq üçün 055 824 7352 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Aşağıda təsvir bölməsində nömrəni qeyd etmişəm. Başlayaq 51-ci sualdan. Deyir ki, 100 ədədini, daha doğrusu belə deyək də, 100 ədədini 51-ci sualda 16-lıq say sistemindədir. Bunu deyir ki, 10-luq say sistemində göstərin. Konkret bir dənə qayda həmişə mən deyirəm uşaqlara ki, əgər 10-luq say sistemindən 2-lik, 8-lik, 16-lıq, bir də burada yazıram digər. Bəs belə danışaq da, bu 2-lik, 8-lik, 16-lığı biz demək olar ki, davamlı şəkildə təkrar edirik, danışırıq. Amma digər say sistemləri haqqında danışmırıq. Yəni məsələn 3-lük, 4-lük, 5-lik, 6-lıq və s. və s. və s. Yəni 10-luq say sisteminin istənilən say sisteminə keçəndə konkret qayda budur ki, adı çəkilənə böl. Adı çəkilənə böl. Yəni bu nə deməkdir? Tutaq ki, məsələn 2-lik say sisteminə keçmək istəyirəmsə nə edirik? 2-yə bölə-bölə gedirik. 8-liyə keçmək istəyirəmsə 8-ə bölə-bölə gedirik. Zaten bu dərs izahında aydın olan bir qaydadır. Amma əksi olarsa, yəni 2-lik, 8-lik, 16-lıq və yaxud da ki, digər say sistemlərindən keçid eləmək istəyirəmsə əgər 10-luq say sisteminə, o zaman standart şəkli gətirmək metoddur. Standart şəkil. Standart şəkil hansı qaydada olur, deyim sizə. Məsələn, elə burada göstərilən nümunədən, misaldan davam eləsək, yazılı saxlayın, standart şəklə gətirəndə ilk öncə verilmiş rəqəmi sağdan sola doğru, yəni sondan əvvələ doğru sıfırdan başlayaraq nömrələyirik. 0, 1, 2. Sonra mənim ilk rəqəmim burada neçədir? 1-dir, düzdür yazıram. 1 vurulsun. Sizin buradakı əsasınız yazılır həmişə. Bu ədədin üzərində nömrələdiyiniz hissədə sizin qüvvətiniz olmuş olur. Yəni 16-nın qüvvətində 1-in üstündəki qiymət neçədir? 2. Üzərinə gəlsin, növbəti neçədir? 0. 0 vurulsun 16 üzərində 1. Üzərinə gəlsin 0 vurulsun 16 üzərində 0. Yəni standart şəklə gətirmənin yazılış qaydası budur. Bu yazılış formasıdır. Təbii ki, imtahanda vaxt itirməmək üçün bu sıfırların üzərinə xətt çəkəcəksiniz, heç bunları istifadə eləməyəcəksiniz. Amma mən hər ehtimala qarşı bunu üzərindən bir keçmək istədim. Tamam, 16-nın kvadrat deyir 256, yəni burada cavab eləmiş olur Y variantı. Bu belə. Keçək 52-ci suala. Bax, nə deyir 52-də? Deyir ki, bu ədədi 1A ədədidir, 16-lıq ədədini 10-luq say sistemində göstərin. Yenə eyni qayda ilə. Nə edirəm? 0, 1 şəklində nömrələyirəm. İndi baxaq, bərabərdir. 1 vurulsun 16 üstündə 1, üzərinə gəlsin. A-nın dəyəri 16-lıq say sistemində 10-dur. 10 vurulsun 16 üstündə 0. Ədədin qüvvətində 0 zaten 1 deməkdir. Bərabərdir. 16 üzərinə gəlsin 10. Orada da cavab eləyir 26. Yəni cavab eləyir Y variantı. Sonra gələk 53-ə. Mən tez-tez səhifələr açım ki, burada bizə asan da olsun. Baxaq 53-ə. Deyir ki, verilmiş ədədlərdən hansı ən böyükdür? Belə olan halda bu tipli misallar işləməkdən ötürü bunları ortaq olaraq ya hamısını 10-luq say sisteminə gətirmək lazımdır, ya da ən asan keçə bilən say sistemi varsa onu keçirmək lazımdır. Məsələn, hamısı 16-lıqda 16-lıqda müqayisə eləmək sizin üçün biraz nisbətən çətin olacağını düşünürəm. Buna görə də düşünürəm ki, bunların hamısını 10-luğa gətirək daha məqsədə uyğun olar. Məsələn, A variantında bir A ədədidir. Bunu bayaqlarını yazdıq. Deməli, 16 üzərinə gəlsin 10, eləyir burada 26. B variantında elə ədədim 81-dir, 10-luq say sistemində. Bu da 10-luqdadır. 16-dan keçdik 10-luğa. C variantında 41, 4, 1-dir, 16-lıq say sistemində. 0, 1 deyə nömrələsəm, 4 vurulsun 16 üzərinə gəlsin 1. O deyir neçə? Deməli, 204, 202, 206, yəni 64, 65 eləmiş olur. D variantında 50, 16-lıq say sistemində 0, 1 deyə nömrələsək, o da olur nə? Deməli, 5 vurulsun 16. Bərabərdir 80-ə və ən son Y variantında 1, 1, 0, 0 bərabərdir 0, 1, 2, 3,
Deməli, 8 üzərinə gəlsin 4 bərabərdir 12. Məndən ən böyüyünü istəyir, ən böyük qiymətim də 81-dir, yəni B variantı. Gələk 54-ə. Deyir ki, ifadələrdən hansı doğrudur? Gəlin baxaq. Yenə eyni şəkildə mən burada, məsələn, A variantını gəlin birinci yoxlayaq. Biri ikilikdədir, biri 16-lıqdadır. Mən hardan bilim? Bunların hər ikisini onluğa gətirmək məntiqsiz olar. Amma ikilikdən 16-lığa keçid çox sadə olduğuna görə onu yoxlamaq istəyirəm. Gəlin baxaq A variantına. Deməli, ədədim nədir? 1, 0, 0, 1, 0, 1, 1. İkilik say sistemində. Mən bunu 4-4 ayırmalıyam, düzdür? Burada 4 dənə də olmalına görə tamamlayıram. 8, 4, 2, 1, 8, 4, 2, 1 qaydasına əsasən bunun qiyməti, bax birinci hissədə, nəyin altında 1 var? 4-ün. Deməli, bu eləyəcək 4. Gəlirəm bura 8-in, 2-nin, 1-in altında var. Bunlar toplayanda eləyir 11. 11-in də 16-lıq say sistemindəki göstəricisi olur B. Yəni, cavab eləyir 4B. 4B də elə 4B-yə bərabərdirmi? Bəli, ona görə cavab eləyəcəkdir A variantı. 55. Deyir ki, onluq say sistemində verilmiş bu ədədin ikilik say sistemində göstərin. Mən belə misallardan sizə nə təklif edirəm? 130 ədədi deyil, onluq say sistemindədir, düzdür. Mən bunu ikilik say sistemində göstərmək üçün 2-yə bölə-bölə getmək əvəzinə 2-nin qüvvətlərində baxıram, görüm hansına yaxındır. Məsələn, 130 2-nin qüvvətlərindən küstü 7-yə yaxındır, yəni 128-ə. Bu 128 üzərinə gəlsin 2 deməkdir də, düzdür. İndi mən bunu 2-nin qüvvəti olaraq yazsam, 2 üstündə 7 üzərinə gəlsin 2 üstü 1 olarsa. İndi məntiqlə gəlin fikirləşək, bərabərdir. Bu yazılış forması hissəsində nəsə deməlidir. Amma belə görmürsünüzsə, gəlsə belə yazın. 1 vurulsun küstü 7, 0 vurulsun küstü 6, üzərinə gəlsin 0 vurulsun küstü 5, üzərinə gəlsin 0 vurulsun küstü 4, üzərinə gəlsin 0 vurulsun küstü 3, üzərinə gəlsin 0 vurulsun küstü 2. Bunu siz görəsiniz deyə yazıram. 0 vurulsun küstü, üzr istəyirəm, 1 vurulsun küstündə 1. Deməli, 1 vurulsun küsündə 1, üzərinə gəlsin 0 vurulsun küsündə 0. Hə. Bax, bunlar hamısı zaten 0 olduğuna görə bunlar gedir. Bir dənə yerdə nə qalır? Küsündə 7, üzərinə gəlsin küsündə 1. Yəni 7-ci yer və 1-ci yerdə 1 var, qalanlarında 0 var. 7 var, 6 yoxdur, 5 yoxdur, 4 yoxdur, 3 yoxdur, 2 yoxdur, 1 var, 0 yoxdur. Bu şəkildə olmalıdır. Yanında cavab olur Y variantı. Bu misalları belə həll eləsəz, yəni udarsınız, qabağa düşmüş olarsınız. Və çalışın ki, bu şəkildə görəsiniz misalları. Baxaq 56-ya. 56 da bax, 1024-dür. 1024 nə deməkdir? Onluq say sistemində. 2 üstündə 10. 10-cu yerdə bir dənə 1 var, qalan 0. Yəni, birin arxasında 10 dənə 0, belə deyək. Deməli, qüvvəti qədər həmişə 0 olur, yadınıza saxlayın. Qüvvətindəkilər qədər 0 sayı olmuş olur. Yəni, 0-ın sayının üstündə də 10 dənə C variantı. Tardı getdi. 57. Bərabərliyin sol tərəfi onluq say sistemində ifadə edilmişdir. Sağ tərəfinin hansı say sistemində olduğunu müəyyən edin. Bax, gəlin belə danışaq. Deməli, 5 üzərinə gəlinsin 8 bərabərdir 16. Sol tərəf bura onluqdadır. Düzdür, onluq say sistemi toplamağı bilirik. Amma sağ tərəf bilmirəm hansı say sistemindədir. Ona görə sağ tərəfi onluq say sisteminə gətirməliyəm. Amma sağ-sol tərəfi rahat toplaya bilərəm də, düzdür? 5-in üstə 8 gələndə neçə eləyir? 13 eləyir. Yazıram 13 bərabərdir. Zaten onluq say sistemindədir, yazmıram. Bu tərəfi çevrəsi olsaq, olurmu? X üzərinə gəlsin 6. Onda burada da X-in qiyməti bərabər olur 7-yə. Deməli, hansı say sistemdəymiş? 7-lik say sistemdə. C variantı. 58. Deyir ki, bu ədədin 16-lıq say sistemini göstərir. Gəlin fikirləşək. 230 ədədini 16-lıq say sistemində göstərəndə bölə-bölə gedə bilərik, amma baxaq görək nə tər eləyə bilərik. Mən bunun üçün hansı variantı öyrədirəm, deyim sizə. Bax, 230 onluqdadır, düzdürmü? 2-nin qüvvətinə gətirəndə, düzdəsinə bunu 16-ya bölmək daha sadə görsənir. Gəlin bölək də 16-ya. Qabağımızın üstə misallar çıxası da orada göstərərəm sizə. Tamam, bunu 16-ya bölsək, deməli, bir dəfə düşər, düzdürmü? 2 dəfə çünki 32 edir. Bir dəfə düşər. Buradan 16 çıxsaq, qalar burada 7. Hələ 70-in içində də 4 dəfə düşsə 64 eləyər. Buradan da qalıqda qalar neçə? 6. 14-ün qiyməti nədir? 16-lıq say sistemində 7. Y
Yəni tərsinə yazırıq biz burada Y6. Y6 da olacaqdır B variantında. 59. Bu bölünməsi asan idi deyə bunu böldüm. Deyir ki, bu simvolları uyğun olaraq, bax riyaziyyatda həmişə gördüyümüz tip sualdır. Uyğun olaraq birinci birinciyə, ikinci ikinciyə, üçüncü üçüncüyə bu deməkdir əslində. Yəni A-nın qiyməti 1, 0, 0-dır. B-nin qiyməti 1, 0, 1-dir. C-nin qiyməti 1, 1, 0-dır və D-nin qiyməti 1, 1, 1-dir. Bizə bunu göstərir. Sonra deyir ki, C, A, B, D simvolları ardıcılığı bu qayda ilə kodlaşdırılsa, 16-lıq sahə sistemində yazılarsa hansı ədəd alınır? İndi bax, gəlin bunu yazaq aşağıdan. C-nin qiyməti nədir? 1, 1, 0 yazıram. 1, 1, 0. A-nın qiyməti 1, 0, 0. B-nin qiyməti 1, 0, 1. D-nin qiyməti 1, 1, 1. İndi mən burada 16-lıq sahə sisteminə keçirən neyim? Arxadan əvvəl doğru 4-4 ayırırdıq. Düzdür? Bu birinci dörtlük. Gəlin bunu saxlamayaq, belə ayıraq. Bu birinci dörtlük. Sonra bu ikinci dörtlük. Bu da axırıncı dörtlük. İndi sonra qaydamız nə idi? 8, 4, 2, 1 qaydası idi. Bunu da yadınızı saxlaya bilmirsinizsə 16-nı bölənlər kimi 16-nı 2-yə böləndə eləyir 8, 8-i 2-yə böləndə eləyir 4, 4-ü 2-yə böləndə eləyir 2, 2-ni də 2-yə böləndə eləyir 1. 8, 4, 2, 1 bölənlərini. 8, 4, 2, 1. 8, 4, 2, 1. 8, 4, 2, 1. Şəklində yazsaq. Bunların cəmi eləyir B, yəni 11. 8, 4 və 1-i toplasaq eləyir 11. Ona qeym qarşılığı B-dir. Sonra burada 2-nin altında 1 var, eləyəcək 2. Hamısının da cəmliyində eləyəcək F. Yəni B2F. B, nəysə səhv yazdım, görürsən 8. Bu 13 eləyir, əstəğfurullah. 8-in üstə 4 gələndə 12, 1 də gələndə 13 eləyir. Burada olmalıdır, deməli B, C, D. D2F, yəni B variantı. Sonra 60. Baxaq nə deyir. Ən kiçik ədədi göstərin. Həminki məsələ. Bax, sizə bir şey deyim də, əgər tək rəqəmli ədəd göstərilirsə, məsələn A variantındakı C kimi, onun elə onluq qarşılığı özüdür. Yəni çünki mən bura 0 yazsam, C-nin qiyməti neçədir? 12-dir, düzdür? 12 vurulsun 16 üstündə 0 elə 12-yə bərabərdir, görürsüz? Yəni çox vaxtı belə olur. Bunu belə yadınızda saxlayın. B variantında elə olduğu kimi saxlayıram, onluqdadır. Çünki C variantında 1, 0, 0, 1, 0 kiçik sayı sistemindədir. 0, 1, 2, 3, 4-dür də, düzdür. Sıfırları heç saymıram, yazıram. Bu 2 üstündə 4 üzərinə gəlsin, 2 üstündə 1. Yəni 2 üstə 4, 16, 16-nın üstə də 2 gələndə eləyəcəkdir, 18. Sonra D variantında deməli 2, 4-dür, 8-lik sayı sistemində 0, 1 deyə nömrələsəm, 2 dəfə 8, 16, üzərinə gəlsin 4, bərabərdir 20-yə və Y variantında 1, 0, 0, 1, 1, 2 sayı sistemində 0, 1, 2, 3 və 4. Bu da eləyir 16, üzərinə gəlsin 2, üzərinə gəlsin 1. Yəni cavab eləyir burada 19. Məndən də ən kiçik ədədi istəyir. Ən kiçik ədədim də burada 12 olduğuna görə mən götürəcəm burada A variantını. 61. Ən böyük ədədi göstərin. Bəlkə sualdımı? Yox, deyil. Yazaq. A variantı 1, 6. Artıq burada 16 deyil, 1, 6-dır. 0, 1 deyirsiniz ki, müəllim, bəs demişdiniz ki, həmin say sistemində özü və özündən böyüklər olmaz. Bu 16 deyil, yəni 1, 6-dır olaraq başa düşürük. Onda olur bu nə? 16 üzərinə gəlsin 6. O da eləyəcəkdir neçə? 22. B variantında 24 ilə olduğu kimi qalır. 10-luqdadır, bu da 10-luqdadır. C variantında 3, 1, 8-lik sayı sistemində 0, 1 deyə nömrələsək, 3 dəfə 8-im 24, üzərinə gəlsin 1, bərabərdir 25-ə. D variantında 1, 0, 0, 0, 1, 2-lik sayı sistemində 0, 1, 2, 3, 4. Bu da eləyir 2 üstündə 4, yəni 16, üzərinə gəlsin 1, bərabərdir 17-yə. Və ən axırıncı Y variantı 1, 0, 1, 0, 0, 2 sayı sistemi. Neyse 2 sayı sistemi müqayisəsində gəlin sizə belə bir şey deyim. Əvvəldə bir sayı çoxdursa, burada görürsünüz sondadır da, əvvəldə deyil. Əvvəldəki bir sayı çoxdursa, deməli Y variantı məsələn D variantından böyükdür. Baxan kimi bunu görmək olur. Yəni müqayisəyə qalmış olsa D variantı da avtomatik çıxmış olur. 0, 1, 2, 3, 4-dür bu da. Bu da 16 üzərinə gəlsin. 4 bərabərdir 20 eləyir. Birbaşa yazdım bunlarda. Məndən də ən böyük ədədi istəyir. Ən böyük ədədim də burada 25-dir. Yəni C variantıdır.
Sonra 62. 8'lik say sistemini ifadə edin. Konkret bir qayda olaraq 16-lıqdan 8-liyə və yaxud da ki, əksi 8-likdən 16-lığa keçid qaydasında ikilik birbaşa rol oynayır. Çünki ən asan keçid qaydası ikilik say sistemidir. Ona onluğa keçmək olarmı? Olar. Sadəcə olaraq onluq say sisteminə keçid nisbətən çətindir və vaxt aparandır. Çətin deyil də vaxt aparan deyil. Yəni çətin bir şey olduğunu düşünmürəm. Məsələn, gəlin baxaq bunu. 29 ədədidir. 2, 9 daha doğrusu 16-lıqda. Mən bunu birinci keçirmək istəyirəm 2-liyə. 8, 4, 2, 1 qaydasını. Bax, 8, 4, 2, 1-ni yazıram. Bunu yazmayaq. Mən çox vaxt uşaqlar deyirəm ki, bunu qırağa yazın. 8, 4, 2, 1-i. Beyninizə saxlayın. İndi fikirləşək. Bu 2-ni mən nətər alım? Burada 0, 0, 1, 0. Düzdür? Yazıram bura. 0, 0, 1, 0. 9-u nətər alım? 8 ilə 1-i toplasam. Düzdür? Onda olar 1, 0, 0, 1. Yazıram. 1, 0, 0, 1. İndi mən 8-yə keçmək üçün arxadan əvvəl doğru 3-ü ayırmalıyım. Heç bu da qabaqdakı sıfırları nəzərə almasaq da olur. Bunun qaydası 4, 2, 1-dir. Mən bunu 4, 2, 1 deyə nömrələsəm, hansında 1 var? 4-dən 1-də var. Bu eləyir 5. Hansında 1 var? 1-də var. Cavab eləyəcəkdir burada 5, 1. 8-lik say sistemində. Yəni cavab olacaqdı D variantı. 63. Deyir ki, BB 16-lıq ədədini onluq say sistemində ifadə edin. 0, 1 deyə nömrə edirəm. B-nin qiyməti nədir? 11. 11 vurulsun 16 üzərinə gəlsin 11. Bərabərdir. 176 üzərinə gəlsin 11 bərabərdir 187-yə. Yəni cavab edir C variantı. Qutardı getdi. Bir də 11-ə vurmaca məsələsində həmişə məsələn ədədim budur. Bu formada olur da, düzdürmü? Deməli əvvəllə son toplayıb ortaya yazsın, qutardı getdi. Sonra 64. Deyir ki, bu ifadəsinin əsasını ikilik say sistemində ifadə edin. 8-likdən də 2-liyə keçməyi bilirik, 16-lıqdan da 2-liyə keçməyi bilirik. Ona görə də 6-6 yazsaq da, yəni məncə olar, kifayət eləyər. Məsələn, mən böyük sayda olanı əvvəl yazmağı daha üstün tuturam. Nə mənada? Yəni, məsələn, fikirləşsək ki, 16-lıq say sistemində bir rəqəmin 4 dənə ikilik qarşılığı varsa, 8-lik say sistemində də bir rəqəmin 3 dənə ikilik qarşılığı varsa, birinci 16-lığı yazmağı, yəni üstün tutarım. Nə mənada? Deyim sizə. Məsələn, bu ədəd 16-lıq say sistemində düzdürmü? Bu 8, 4, 2, 1 qaydasından gedər. Mən yəni fikirləşsəm ki, burada birinci 2-ni yazsam. 2-ni almaq üçün 0, 0, 1, 0 yazaram. 3-ü alsam 0, 0, 1, 1 yazaram. Düzdür? Bu ardıcılıqla yazaram. Bunları yanaşı qoyaram. Yəni, ədədim bu eləyir də 0, 0, 1, 0, 0, 0, 1, 1 belə olar. İkilik say sistemində. Bir də o birisi ədədi yazsam, 16-lıq say sistemində 4, 2, 1 olaraq. İndi mən bunu bütöv şəkildə birbaşa yazacağım. Yəni, bu sizin gözünüzə qaranlıq gəlməsin. Zaten cədvəldən çevrilmiş formadır. Yazıram indi. 0, 0, 1, 3 dənə 0, 1, 1. İndi keçək 16-nı düzəldək. 16 8-likdədir. Mən bunu 4, 2, 1 qaydasına keçməliyim. İndi mən 1-i almaq üçün nə yazaram bura? Gəlin bir 6-dan başlayaq da tərsinə yazaq. 6-nı almaq üçün 4, 2, 1-ə görə 1, 1, 0 yazaram. Düzdür? 1, 1, 0. İndi 1-i almaq üçün nə edərəm? 4, 2, 1 olduğuna görə 1, 2, 4. Bu da 0-dır. Heç bu əvvəldəki sıfırları yazmasaq da olar. Yəni, bu çox da əhəmiyyət daşımır. Ədədin əvvəlində 0 olub olmaması. Aha. İndi birlərimizi düzəldək. Bu 1, bu da 1. Aha. 1-in üstə 0 gəldim. 1. 1-in üstə 1 gəlirəm 2. İndi gələk toplamaq məsələsinə. 2. İkilik say sistemində 2 varmı? Yoxdur. 2-ni ikilik say sistemindən keçirirəm. 2-yə bölürəm, bir dəfə çox qalxda qalır 0. Qallığı yazıram, tam hissə yadımda. 0 yazıram, 1 yadda. 0-ın üstə 1 gəldim. 1, 1 də yadda 2. Yenə 0 yazıram, 1 yadda. 1, 1 də yadda 2. Yenə 0 yazıram, 1 yadda. 0, 1 də yadda 1. Bir dənə də bu 1 aşağı düşürdüm, qutardı, getdi. Olur cavabım 1, 1, 3 dənə 0. Deməli 1. Yəni cavab edir B variantı. Deyirsiniz ki, müəllim, niyə qalığı yazıram tam hissə yadımda? Əslində bu bizə o qədər də uzaq qalan bir qayda deyil. Yəni məsələn, tutaq ki, atıram 74 üzərinə gəlsin 98 məsələn.
ədədini toplasaq, deyək 4-ün üstə 8 gəlirik 12, 2 yazıram 1 yadda. Hardan aldıq bu 12-ni? Yəni normal həyatımızda onluq say sistemindən toplamada 4-ün üstə 8 gəlirik 12, 12-ni 10-a bölürəm, bir dəfə düşür, qalxda qalır 2. Bu qallığı yazıram, tam hissə yadımda. 2 yazıram, 1 yadda. Bu oradan gəlir əslində. Bütün say sistemləri üçün də keçərlidir. 8-lik, 16-lıq və s. hamısı üçün keçərlidir. Sonra gələk, harada qalmışdıq? Burada 65-də. 65-ci sualı mən nətər deyirəm işləyin. Vurmada ikili say sistemindən gedir söhbət təbii ki. Elə də problem yaşanmır. Yəni adi onluqda nətər vuruqsa, zaten 1-i 0-a vuranda nə alına bilərsiniz ki? Ya 0 alınasınız, ya da 1 alınasınız, düzdür? İndi burada 0-ı mən vurmayacağam. 0-a vuranda 0 düzə-düzə gedəsiyəm. Ona görə yaxşı gəlin gedək düzək, göstərim. Mən olsam yazdırmıram çox vaxt uşaqlara, amma yazmaq istəyirsə yazaq. Mən burada 1-dən başlayıram və bunu sürüşdürüb buradan yazmağa başlayıram. Normalda belə sürüşdürə yazırıq. Amma mən 1-də vururam, ikincidən sürüşdürüb yazıram. Ədədim nədir? 1, 0, 0, 1. Sonra bu 1 yazmaq istəyirəm. 1, 0, 0, 1. Sonra bunları toplayıram. 0, 1, 1, 0, 1, 1. Qutardı getdi. Yəni cavab eləyir nə? E variantı. 66. Hesablayın, hesablayaq. Deyir ki, gəl bunu silək. Yaş qoyundursun. Deməli, 1, 1, 0, 0, 1, 1, ikilik say sistemində. Burada da 4 dənə 1 var. 1, 1, 1, 1, 0, 1. Bu bir ox işarəsi oldu. Gəlin bunu acınız düzəldək. 1. Toplayaq. 1-in üstə 1 gəlirəm, 2 eləyir. 0 yazıram, 1 yadda. 1-in üstə 1 gəldim, 2, bir də yadda 3. Aha, 3-ü bölürəm 2-yə, bir dəfə düşür, qalxda qalır 1. 1 yazıram, 1 yadda. 0-ın üstə 1 gəldim, 1, bir də yadda 2. 2-də yadınızda da bayaqlarımı yazmışdıq. 0 yazıram, 1 yadda. 1, bir də yadda 2, 0 yazıram, 1 yadda. 1, bir də yadda 2, 0 yazıram, 1 yadda. 1, 1-in üstə 1 gəlirəm, 2, bir də yadda 3. 1 yazıram, 1 yaddan da qabağa atıram. Tardı getdi. Yəni cavab olacaq 1, 1, 0, 3 dənə 0, 1, 0, yəni Y variantı. Roma rəqəmi ilə verilmiş, indi 67-ci sualda Roma rəqəmi ilə verilmiş bu ədəd M. M-in qiyməti 1000-dir, düzdür? M, M, X, 7. 2017. Cəmliysə nə olur? 2017. Düzdür? Bu onluqdadır. 16-lıq say sistemi deyil neçədir? İndi bunu tapmaq lazımdır. Hə, bir dənə fikirləşək görək bunu bölək işlə. Bölmək lazımdır. 16-ya. 20-in içində 16 bir dəfə. 16 çıxdım, qalxda qalır 4. İndi 41-in içində 2 dəfə 32 çıxdı, burada qalır 9. 97-nin içində də 6 dəfə 96 qalxda qalır 1. Bunu bölürəm 16-ya. Deməli, bir dənə fikirləşək, 126-nın içində neçə dəfə ola bilər? 6 dəfə 96 eləyir. 7 dəfə neçə eləyir? 42, 4 yadda, 7, 4 eləyir. 7 dəfə düşür. 8 dəfə olsa 2 üstü 3, 2 üstü 4, 2 üstü 7, 128 olar. Elə 7 dəfədir. Deməli, 42, 4 yadda, 7, 4 də yadda 11. Burada da qalxda qalır 12. Artıq 7 16-ya bölünmədiyinə görə qalır. İndi bir də sizə belə bir şey deyim. Əgər burada 12 bütöv qalıb görürsünüz. 1, 2 deyil ha, 12-dir. 1, 2 qalsaydı, hə, olduğu kimi yazardıq. Burada 1 qalıb, burada 2 qalıb. Tamam. Amma 12 bütöv şəkildə deyirəmsə, ay yoldaşlar, o zaman 12-nin qiyməti nədir? 16-lıq say sistemində C, düzdürmü? Onda olur nə? 7, C, 1. Amma mən nəyisə səhv hesabladım. 2017-də dedim. 2017-dən 16-ya bölündü. Deməli, 16 bir dəfə qalxda qalır 4. 4. 41. Deməli, bir dəqiqə səhvimi tapıram. Tak. 126 dəfə tamam. Deməli, 126 qalxda qalır 1, bu düzdür.
126-nı 16-ya böləndə neçə dəfə yazmışam deməli? 7 dəfə, düzdürmü? 7 dəfə 16. 6 dəfə 7, 42 edir. Mən niyə burada 4 yazmışam? Hə, bunu səhv yazmışam. Bu 42 edir. Burada 42 eləyir, 4 yadda olur, tamam. Burada 4 eləyir, 14-ün də qiyməti 7. 7Y1 varmı? Var, D variantı. 68. Deməli, onluq say sistemini ifadə edin deyir. Yoldaşlar, bir şey yadınıza saxlayın ki, 1-0 həmin say sistemində olan elementin əsasını göstərir. Bax, nə tər deyim sizə? Gəlin bir dənəsini isbat edeyim, baxın. Bax, bunu 0-1 deyə nömrələsəm, 1 vurulsun 2 üstü 1 elə 2 eləyəsidir. Yazıram 2 üstü gələk. 1 vurulsun 8 üstü 1 8. Üzərinə gəlsin 10, üzərinə gəlsin 16. Tutardı getdi. Yəni 1-0 ayağında neçə göstəribsə də say sistemi olaraq da, yəni əsası neçədirsə də ona bərabərdir onluq say sistemində. Onda da bunun qiyməti eləyəcəkdir neçə? 36. Yəni bu variantı. 69. Aha, deyir uyğunluğu müəyyən edin, eləyək. Birinci sualda veribdi 100 onluq say sistemindədir. Deyir bunu ikilik say sisteminə çevir. Bu metodu indi sizə öyrədirəm. Yəni 2-yə bölmədən nətər tapa bilərsiniz. 2-yə bölmədən tapmağın yolu sadəcə olaraq 2-nin qüvvətlərini də cəmləməkdir. İlk başda sizə belə çətin görsənsə də, amma çətin deyil. Yəni bunu hesablamaq o qədər də çətin deyil. Bax məsələn 100-ə yaxındır, 2 üstündə 6. Düzdür? 2 üstü 7 artıq 100-ü aşır. Ona görə 2 üstü 6-nı yazıram. Yazıram bura 64, üzərinə gəlsin. Bax 100-dən 64 çıxanda neçə eləyir? Yəni fikirləşək. 36 eləyir, düzdürmü? 36-dan da nəyi çıxsam, nə yaxındır 2-nin qüvvətinə? 35 yaxındır. 2 üstündə 5, yəni 32 yazaram. Bunun qiyməti 96, düzdürmü? Cəmləyəndə. 96. Ümumilikdə 96-dan nə əksik oldu? 4 əksik oldu. Bir də üzərinə gəlsin 2. Üstə gələk, yazım bir dəqiqə. Aha, üstə gəlsin 2 üstü 2. Yəni 4. Düzmü dedim? Düz dedim. İndi baxaq. Bax, bu 2 üstü 6-dır. Bu 2 üstü 5-dir. Bu da 2 üstü 2-dir. 6-cı var, 5-ci var. 4 yoxdur, 3 yoxdur, 2 var, 1 yoxdur, 0 yoxdur. Bu 100-ün açılışıdır. Yəni, ən əsas qaydası budur. Bu 1 olacaqdır C. İkinciyə. İkinci 16-lıqlar falan daha asandır. 1, 0, 1, 16-lıqdır. Bax, 8, 4, 2, 1. 8, 4, 2, 1. Heç biri yoxdur, hamısı 0-dır. 8, 4, 2, 1. Əvvəldəki 1 sıfırları atıram, qutardı getdi. 1-in arasında 1, 2, 3, 4, 5, 6, 7 dənə 0 olmalıdır. Bu da mənə tanış gəlir Y variantı. Üçüncü. 1, 1, 1. 8 say sistemində. İndi 1-i almaq üçün 4, 2, 1. 4, 2, 1. 4, 2, 1. Bu əvvəldəki sıfırları atıram, bu qutardı getdi. 1, 0, 0, 1, 0, 0, 1. Yəni burada da olacaq A variantı. C, Y, A. Yəni cavab olur C variantı. Sonra 70. Deyir ki, bu bərabərsizliyinə əsasən x ikili ədədini təyin edin. İndi sizə belə bir şey deyim. Bir ədədi onluq say sistemində də 1-dir. İkilik say sistemində də 1-dir. Yəni məsələn onluqdakı 1-i ikilik say sisteminə çevirsəz, zaten 1 almış olasınız. Yəni bu aşmayan, 2-ni aşmayan ədəd, həmin say sistemini aşmayan ədədlər elə həmin dəyərə malik olur, həmin dəyərə bərabər olmuş olur. Başa saldığım 1-i, yəni bu ədədə vursanız elə həmin ədədə almış olarsınız. Ona görə də
Bu ədədin üzərinə bu ədədi gəlirsiniz alt-alta. İndi toplayaq. Bax 1, 1, 1, 0, 1, 1, 1. Toplasaq. 0-ın üstə 1 gəldim 1. 1-in üstə 1 gəldim 2 eləyir. 0 yazıram 1 yadda. 1-in üstə 1 gəldim 2, 1 də yadda 3. 1 yazıram 1 yadda. 1, 1 də yadda 2, 0 yazıram 1 yaddan da qabağa atıram. Yəni cavabım olur bu. Y variantı. 71. Yəni buranı silək, buraya yazaq. Deyir ki, bu cədvəldə fraqment verilmişdir. Nə deyir? Kiçik A simvolunun 8-lik kodu hansıdır? İndi baxaq. Bax, ay yoldaşlar. 71-də qaldı. Kiçik A-nın 8-lik kodunu istəyir, düzdür? İndi bax, sizə belə bir şey deyim. Baxıram ki, kiçik A cədvəldə yoxdur. Yoxdursa mən onda bunu nətər tapmalıyım? Demək ki, burada tapılması üçün hansısa bir metod var, yol var, qayda var. ASCII standartında yadınızda saxlayın. Ardıcıllıq bu formadadır ki, yəni məsələn, birinci rəqəmlər gəlir, sonra böyük hərflər gəlir, sonra da kiçik hərflər gəlir. Zaten bunu bu verilən cədvəldə də görürsünüz. İndi əgər Azərbaycan əlifbasında 32 dənə hərf varsa, böyük A, birinci böyüklər üzrdə A, B, C, D, Y və s. gəldi Z-də qutardı mı? İndi kiçik A-dan başlayır. A, B, C, D. Böyük A ilə kiçik A-nın arasında nə qədər fərq olmuş olar? 32 vahid fərq olar, düzdür? Çünki yəni o böyük A başladı, qutardı böyük Z-də. Kiçik A başlayan kimi artıq bunlar 32 dənə hərf qutardı ki, məsələn, böyük A-nın qiyməti 1-dirsə, kiçik A-nın qiyməti artıq 33 olasıdır. Yəni aydındırmı bu şəkildə? İndi bəs yaxşı, tutaq ki, burada Azərbaycan əlifbası deyil, başqa əlifbadır. Bunun fərz eləsək nətər yazmalıyıq? O zaman bu, yəni mən heç bilmirəm də 32 dənə hərfdən söhbət gedir. O zaman oturub bunu özüm hesablamalıyım. Yəni baxıram ki, burada kiçik hərfi qarşılığı verilən hərflər var. Məsələn, Y var, kiçik Y var. Böyük Y var, kiçik Y var. Böyük Z var, kiçik Z var. Bunlardan hesablaya bilərəm. Onluq say sistemində hesablamada asan olduğuna görə onluqdan işləyib sonra 8-yə keçməyi daha üstün tuturam. Yəni böyük Y-in qiyməti Y-nın qiyməti olsun, lap 89-dur. Kiçik Y-nın qiyməti də 121-dir. İndi bunların arasındakı fərq nədir? Mən 121-dən çıxıram 89-u. Qalır mı 32? Deməli bunların arasında 32 vahid fərq var. İndi böyük A-nın qiyməti 65-dirsə, deməli mən bunun üzərinə 32 gəlməklə kiçik A-nın qiymətini tapmış olaram. O zaman kiçik A-nın qiyməti bərabər olar 87-yə. Amma bu 87 onluq say sistemdədir. Məndən hansını istəyir? 8-lik kodunu istəyir. Yəni 87-ni 8-liyə keçirərəm. 8-ə bölərəm. 10 dəfə çür, qalıqda qalır 7. 8-ə bölərəm. 1 dəfə çür, qalıqda qalır 2. Onda cavab olacaqdır nə? Nəysə düz deməliyim, görəsən. Belə cavab yoxdur. Bir dəqiqə. 87 onluqdadır da. 89 65 idi bunun kodu. 65-in üzərinə 32 gəl neçə? 97 deyir ay yoldaşlar. Şu anda saat neçədir? Biraz mənim hesabımda 01:53, yəni 2. Ona görə hesablamada problemlərim var. Burada aldıq bunun qiymətini 97. 97-ni bölürəm 8-ə. Deməli, neçə dəfə düşür? Burada 8 çıxsaq, 17, burada 12 dəfə düşür. Burada qalıqda qalır 1. 12-ni 8-ə bölsək, deməli, bir dəfə düşür, qalıqda qalır 4. 1, 4, 1, yəni cavab 141 Y variantı. 72. 1, 0, 1, 1 vurulsun, 1, 1, 0, 1. Eyni qaydada. 1-i vuranda nə edir? Özü edir də ədədin. Köçürürüm. 0, 1. 0 vuranda 4 dənə 0 əslində düzməyi sevmirəm, amma sizə görə yazaq. Sonra çevirirəm, biraz sürüşdürürəm bu tərəfə. Yəni mən olsam bunu yazmıram. Sizin üçün də taktik olsun da. Buradan yazmayasaydım, buradan yazıram. Başlayıram. 1, 1, 0, 1. Sonra bu birisi 1 yazanda indi buradan yazacağım. 1, 1, 0, 1. Sonra da bunları toplayıram. 1, 1, 1, 3 deyir. 1 yazıram, 1 yadda. 1, 1 də yadda 2, 0 yazıram, 1 yadda. 1, 1 də yadda 2, 0 yazıram, 1 yadda. 1, 1 də yadda 2, 0 yazıram, 1 yaddan da qabağa atıram.
İşte, cavabım bu idi 72-də. Deməli, 1-in arxasında 3 dənə 0 dalıdır, hamısı 4 dənə də 1-dir variantı. Qurtardı getdi. 73. Oy. Tak. Deməli, deyir ki, bu ədədləri topla. 1, 0, 3 dənə 1, 0, 1. Üzərinə gəlsin 0, 1, 1, 0, 1, 1. Toplayaq. 1, 1, 0 yazıram 1 yadda. 1, 1 də yadda 2. 0 yazıram 1 yadda. 1-in üstə 1 gəlirəm 2, 1 də yadda 3. 1 yazıram 1 yadda. 0-ın üstə 1 gəlirəm 1, 1 də yadda 2. 0 yazıram 1 yadda. 1, 1 də yadda 2. 0 yazıram 1 yaddan da qabağa atıram. Yəni, bayaqlarımı göstərdiyim metodla bunu işləməyə çalışın. Mən bunu vaxt itirməmək üçün, yəni sürət şəkli keçirəm ki, daha fərqli bir sual tiplərinə toxunaq. Olur cavab deməli nə? 1, 0, 0, 0, 0, 1, 1, Y variantı. 74. Bax, məsələn, 74 maraqlı tipli sualdır. 74 tipli sualı nə təşkiləyəcəksiniz? Biz qəribə gələ bilər gözünüzə, amma o qədər də çətin tipli sual deyil. Yəni, deyir ki, 2 say sistemdəki bir rəqəminin sayı neçə dənə 1 var, onu soruşur məndən. 2 üstə 10 olduğu kimi saxlayıram, üzərinə gəlsin. Bunun özü 2 üstündə 3 deməkdir, 3 üstündə də 5. Bu da eləyərmi 2 üstündə 15. Düzdür. İndi mən burada, gəl bunu bir sərqəl yazaq. Mən burada 15-i parçalayaram. 2-nin qüvvətləri neçəyə yaxındır? 8-ə yaxındır. Yazıram bura 2 üstündə 3. Üstə gələk. 15-dən 8-in çıxdım, qaldı 7. 7 2 üstü 2-yə yaxındır. Yazıram 2 üstü 2. Üstə gələk. 7-nin 4-ü getdi, qaldı yerdə 3. 3 2-yə yaxındır. 2 üstü 1-ə. Bir də üzərinə gəlsin 2 üstü 0. Bu şəkildə düzdür. Mən bunu kiçik say sistemində yazanda 10-cu yeri var. Bax, həmişə ən böyüyündən başlayaq. 15-ci yer var, sonra 10 gəlir. 15-ci yer var, 10-cu yer var, 3-cü yer var, 2 var, 1 var, 0 var. Məndən zaten birlərin sayını soruşur. Elə bu da var olanlar 1 vuraq deməkdir də, düzdürmü? Onluq yazılış formasına əsasən gəlsək 1 vuraq deməkdir. Olmayanlar da 0 vuraq olduğuna görə onlar yoxdurlar. Neçə dənə birim var? 1, 2, 3, 4, 5, 6 dənə. Yəni cavab eləyir A variantı. 75. Deyir ki, indi gəlin bu bir dənə misal yazaq 75-də. 1, 0, 0, 1, 3 dənə x. Bax, yazdığımız metodla yazacaq bunu. 1, 1. 0, 3 dənə 1. Sonra 0, 0. Sonra 3 dənə 1. Toplayandan sonra alınıbdır. 1, 0, 1. Aha. İndi, bax, gəlin fikirləşək. 1-in üstə 0 gələndə 1 eləyir. Burası tamamdır. 1-in üstə 1 gələndə 2 eləyir. 0 yazmışam, 1 yadımda olubdur. İndi, burada mən nəyin üstə 1 gəlməliyəm ki, 1 yazım, 1 yadda olsun. 1 yadda olması avtomatik olur da, qalıqda 1 qalsın, yaxşı. Deməli, mən burada 1 olubdur ki, gəl bunu başqa qələmlə yazaq. Deməli, burada 1 olubdur ki, 1-in üstə 1 gəlmişəm 2, bir də yadda 3 olubdur. 3 olubdur ki, 3-ü də yadınızdadır da, 2-yə böləndə bir dəfə yazıram, qalıqda 1 qalır. Qalığı yazıram, tam sizə yadımda. 1-i yazıram, 1 yadda. İndi burada 0 olsa, deməli, burada cəm 2 olubdur da, düzdürmü? Yəni, burada 0 olsa 2 qiymət, 0-ın üstə 1 gəlmişəm, 1 də yadda 2 olubdur ki, burada 0 yazmışam, yenə 1 yadda. Hələ? İndi burada 1 olubdur ki, 1 də yadda 2 olubdur, 0 yazmışam, yenə 1 yadda. 1-in üstə 0 gəlirəm, 1 də yadda 2, yenə 0 yazıram, 1 yadda. 0-ın üstə 1 gəlirəm, 1 də yadda 2, yenə 0 yazıram, 1 yadda. 0-ın üstə 1 gəlirəm, 1 də yadda 2, yenə 0 yazıram, 1 yadda. 1-in üstə 1 gəlirəm, 2, 1 də yadda 3, 1 yazıram, 1 yaddan da qabağa atıram. Qayda budur. Ardıcıllıq neçədir? Bax bu. 1, 0, 1. Yəni cavab eləyir Y variantı. 76. Bayaqki kimi vurma. 1, 1, 0, 1, 1. Vuraq. 1, 0, 1. Vururam. 1, 1, 0, 1, 1.
Buradan yazmıram, buradan yazıram. 1, 1, 0, 1, 1. Söz bunları topluyorum. 1, 1, 1, 0, 1 yadda, 0, 1 yadda, 0, 1 yadda, 0 yazıram, 1 yaddan da qabağa atıram. Qutardı, getdi. Yəni 1, arxasında 4 dənə 0, dalınca da 3 dənə 0, yəni bu variant. 77 eyni tipli sualdır. Köçürdək. 1, 1, 1, 0, 1, 1, 1, 1, 0. 1, 1, 0. Sonra burada 4 dənə boşluq var. 1, 2, 3, 4. Sonra burada 0, 1 var. Toplayıram. 1, 0, 0, 1. Sonra gəl yenə 0, 0, 0, 0, 1, 0, 1, 1. Biraz İndi baxaq. 0-ın üstə 1 gələndə 1 eləyir, tamam. 1-in üstə 1 gələndə 2 eləyir, 0 yazıram, 1 yadda. 1, 1-in üstə 0 gələndə 1, 1 yadda 2. Yenə 0 yazıram, 1 yadda. İndi 1, mən burada 1-in üstünə 1 gəlməliyəm ki, 1 də yadda olsun, 3 olsun ki, 1 yazım, 1 yadda. 1-in üstə 0 gəlməliyəm ki, 1, 1 də yadda 2 olsun, 0 yazım, 1 yadda. 0-ın üstünə deməli 1 gəlməliyəm ki, 1 də yadda 2 olsun ki, 0 yazım, 1 yadda. 1, 1-in üstünə deməli 0 gəlməliyəm ki, 1 də yadda 2 olsun, 0 yazım, 1 yadda. 1-in üstə 0 gələm 1, 1 də yadda 2, 0 yazıram, 1 yadda. 1-in üstə 1 gəldim 2, 1 də yadda 3, 1 yazıram, 1 yaddan da qabağa atıram. Ardıcıllığım nədir? Deməli 0, 1, 0, 1. Nəysə düz demədik, desəm dəqiqə. Deməli, 1-in üstə 0 gəldim, 1 də yadda 0 yazıram, 1 yadda. 1-in üstə 1 gəldim 2, 1 də yadda 3, 1 yazıram, 1 yadda. 1-in üstə 0 gəldim 1, 1 də yadda 2, 0 yazdım, 1 yadda. 0-ın üstə 1 gəldim 1, 1 də yadda 2, yenə 0 yazdım, 1 yadda. 1-in üstə 0 gəldim 1, 1 də yadda 2, 0 yazıram, yenə 1 yadda. 1-in üstə 0 gəlirəm. 1, 1 də yazıram, 2 düz yazdım da. Cavab yoxdur. 77. Cavab yoxdur. Mən burada nəyisə səhv elədiyimi düşünmürəm. Ümid edirəm ki, eləməmişəm. Bir dənə də baxım. 0-ın üstə 1 gəldim, 1. 1-in üstə 1 gəldim, 2, 0 yazıram, 1 yadda. 1-in üstə 0 gəldim, 0, 1 də yadda 2, 0 yazıram, 1 yadda. Yox, düz yazmışam. 1, 1, 2, 1 də yadda 1. Yox, bunu düz yazmışam. Sualda deyəsən burada problem var. İnşallah ki, sualda problem vardır. Mən diqqətsiz deyirəm, amma məncə burada problem var. Cavab 0, 1, 0, 1 olmalıdır. Bu da yoxdur variantda. Gəl 78-ə. 78 deyir ki, 520-nin kvadratı 16-lıq say sistemində göstərin. Bu ədəd özü 10-luq say sistemindədir. Mən nə bilim 520-nin kvadratını nətərə müəllim deyirsiniz. Amma bunu tapmaqdan ötürü nə edirsiniz? 520 2-nin qüvvətlərinə neçə yaxındır? Birinci onu tapırsınız. 512 209 demək düzdürmü? Yəni mən bunu 512 üzərinə gəlsin 8 mötərizənin kvadratı kimi yazsam. Bu da 2 üstündə 9 üzərinə gəlsin 2 üstündə 3 mötərizənin kvadratı kimi göstərsəm. Və birincinin kvadratı birincinin ikinciyə hasilinin 2 misli və üzərinə gəlsin ikincinin kvadratı yazdıq. 16-lıq say sistemində göstərmək. Gələndə bu hissəyə sizə belə bir şey deyim. Belə halda sizin 2 metodunuz var. Yəni mən sizə 2 metod təklif edirəm. Həmişə təklif elədiyim metodlardan mənə görə ən yaxşısı və ən səmərəlisi budur ki, belə yazasınız. Bunu gətirəsiz 16-lıq say sistemi deyil, 16-nın qüvvətinə. Yəni məsələn, 2 üstündə 4-ü yazırsınız, dayanırsınız. Birinci ədədi budur da, 2 üstə 18 düzdür. İndi mən 4-ü nəyə vuraram ki, 18-ə yaxın bir ədəd olsun? 4-ə vuraram. 5-ə vursam 20 eləyir, 18-i aşır. 4-ə vuraram. 4 dəfə 4 16 elədi. 2 üstə 16. İndi bəs 18-ə
çatma da 18-i tamamlamaqdan ötürü də bir də həmin bu ədədi vurmalısınız 2 üstündə 2-yə. Yəni bunun ikisi çatmır da, düzdür? İkisi çatsa tamamlanır 18 olur. Tamam, bunu saxladıq. Üstə gələk. İndi keçək o birisidə 2 üstə 13-dür. 2 üstə 4-ümü yazıram. Bax 16-lıq dediyinə görə ha 2 üstə 4 yazıram. Yəni birdən çaşbaş qalarsınız ki, niyə 2 üstə 4 başqa ədəd yox? 16-lıq deyir, ona görə 16-nın qüvvətinə gətirirəm. 13 nəyə vursam 13-ə yaxın eləyir. 3-ə vursam 12 eləyir. Nəyi çatmır? 1-i çatmır. 2 üstündə 1-i. Üzərinə gəlsin. 2 üstündə 6 da parçalasaq, 2 üstündə 4-ü yazıram. Burada zaten 1-ə vursam eləyir də, düzdürmü? 2 üstü 4-ün qüvvətində 1 ilə 4. Nəyə qədər qalır? Nəyə çatmır? 2 üstü 2-si çatmır. Yazıram bərabərdir. Mən bunu sadələşdirsəm, yəni normal bir hala gəlsəm, bu eləyir 4 vurulsun 16 üstü 4. Üzərinə gəlsin 2 vurulsun 16-nın kubu. Üzərinə gəlsin 4 vurulsun 16 üstündə 1. Hə. Bu görünüş sizə artıq tanış gəlməlidir. Bax, 4-cü yerimdə 4 var. 3-cü yerimdə 2 var. 1-ci yerimdə 4 var. 4-cü yerim 4. 3-cü yerimdə 2 var. 2-ci yerimdə heç nə yoxdur. 1-ci yerimdə 4 var. 0-cı yerimdə heç nə yoxdur. Yəni cavab eləyir 4, 2, 0, 4, 0. Y variantı. Bu sizə verdiyim birinci sul. Yaxşı, ikinci sulum nədir? İkinci sulumda gəlsə göstərim. İkinci sulda budur, belədir. Bax, buradakı yazılış formasını saxlayıram olduğu kimi. Oy. Dəqiqə. Neçənci sual idi bu? 78. Bir dəqiqə göstərirəm indi. Bax, burada olduğu kimi bunu saxlayıram. 2 üstündə 18, 2 üstündə 13, bir də 2 üstündə 6. İndi baxın, bunların qüvvətlərini 4-ə bölürəm. 4-ə niyə bölürəm? Bax, 2 üstündə 18, 1-in arxasında 18 dənə 0 deməkdir. İkilik sayı sistemində. Yəni, mən bunu 4-ə bölsəm, arxadan əvvəl doğru 4-4 ayırırıq axı biz bu 16-lıq sayı sisteminə çevirəndə. Hə, 4-ə bölsəm tamamlamış olaram. Yəni, 18-i sıfırların sayını bölsəm 4-ə ki, neçədən 0 olduğunu tapmış olaram. 18-i bölürəm 4-ə, 4 dəfə düşür, qalxdı da qalır 2-si. Düzdür? Sonra 13-ü bölsəm 4-ə, indi davamını izah edəcəm. Neçə dəfə düşür? 3 dəfə düşür, qalxdı qalır 1-i. 6-nı bölsəm 4-ə, əslində bir məntiq olaraq eyni şeyə gəlib çıxmış olur. Bir dəfə düşür, qalxdı da qalır 2-si. İndi burada bərabərlikdən dərhal alınan ədəd sizin sıfırlarınızın sayıdır, 0 sayı. Burada qalıqda 2-nin qüvvətinə qaldırırsınız, 2 üstündə qalıq olur. Yəni 2 üstü 2 neçə eləyir? 4. 4-ün arxasında 4 dənə 0. 1, 2, 3, 4. Biz bu ədədləri tək-tək çeviririk də. Birinci bunu çevirdik. Sonra üstə gələk var ortada, indi bunu çevirməliyik. 3 dənə 0. Tamam, 3 dənə 0-ımı yazıram. Bunlar üstə gələk daha toplayırıq. Qalıq nədir? 2, 1. 2 üstündə də 1 eləyəcək 2. Sonra burada bir dənə 0 var. Qalıq nədir? 2. 2 üstü 2 eləyir 4. Sonra bunları toplayıram. 0, 4, 0, 2, 4. Bu qalığı 2-nin qüvvətinə qaldırmaq da riyaziyyata əsaslanan bir hissədir. Yəni onu mən kəşf eləməmişəm. Всё. 4, 2, 0, 4, 0. Cavab eləyir yenə də Y variantı. 2 dənə üsul paylaşdım sizdən. Bu üsullardan hansı rahatdır? Onu mən ilk növbədə uşaqlara həmişə bunu öyrətmişdim deyin. Bu hissəni. Onlara bu daha asan gəlir. Amma bəzi yerlərdə bax, birinci metod daha çox istifadə olmasıdır. Birinci metod sizin çox əlinizdən tutacaq. Ona görə birinci metodu öyrənməyinizi sizə şiddətli şəkildə tövsiyə edirəm. Bundan sonraki misallarını da hamısını birinci metodla yazacağam. Gələk 79-a. 79-cu sualda nə deyir? Deyir ki, verilmiş A-qara təsvirin ikilik sayı sistemində kodlaşdırılması neçə ikilik rəqəmlə ifadə olunur? Neçə dənə xana var? Birinci onu tapaq. 1, 2, 3, 4 dənə burada. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə də xana burada. Deməli, burada 4-ün 10-a nisbətindədir. Və A-qara qrafik təsvirdə də 2 üstündə 1 oldu. Yəni 2 dənə rəng var, 2 dənə ağ və qara. 2 üstü 1 olduğuna görə burada kiçik y-nin qiyməti də 1 bit olur. Əslində bu qrafikanın kodlaşdırılmasına gedib çıxır. İkilik rəqəm deyəndə də sənin bir ikilik rəqəmin 1 bitə bərabərdir. Orada da həcmi tapanda və yaxud da ki, neçə ikilik rəqəmi tapılanda 4 vurulsun 10, vurulsun 1 bit. O zaman bu da eləyir 40 dənə bit. Yəni 40 dənə ikilik rəqəmdən istifadə olunmasıdır B variantı. 79, 80. Deyir ki, bunu hesablayın. Tamam.
Cavabı da ikilikdə istəyir. Okey. Mən tövsiyə edərdim ki, bunu onluqda işləyibmi keçirsək daha yaxşı olar. Yoxsa ikilikdəmi? İkilikdə işləmək biraz mənim üçün qarışıqdır. Qarışıq deyil, əslində işləmək olar, yaxşı gəlin işləyək. İkilik say sistemində işləmək belədir ki, oturub gərək dənədən yazasan da. Bax, məsələn, bu verilən ədəd var, 1, 0, 1, 0, 8-likdə. Bunu gərək çevirəsən ikilik say sisteminə. 4, 2, 1, 4, 2, 1, 4, 2, 1, 4, 2, 1. Çevirdim. Bunun qabağındakı 2 dənə 0 atıram. Bundan deyir, çıx bunu. 1, 1, 1, 0, 0, 1, 1. Yəni, mən çalışıram ki, sizin üçün rahat olan metodu göstərim. Heç nə, ikilikdə istəyirsə, çıxaq da ikilikdə, nə çətin şeydir ki. İndi mən burada 0-dan 1-i çıxmaq istəyirəm, çıxa bilmirəm. Normalda biz çıxanda deyirdik, bundan buna bir onluq verirəm. Belə bir şeylər eləyirdik də, düzdür. Amma biz buradan bura bir ikilik veririk. Yəni, hansısa sistemdə isə onu veririk əslində. Bax, buradan bura bir ikilik verdik. Burada oldu 2. Buradan bura bir ikilik verdik. Burada oldu 1, burada oldu 2. Buradan bura bir ikilik verdik. Burada oldu 1, burada oldu 2. Yazıram ki, görəsə yəni şəkildə. 2-dən 1 çıxıram 1. 1-dən 1 çıxıram 0. 1-dən 1 çıxıram 0. Burada da heç nə qalmıyor. 0-dan 0 çıxanda 0. 0-dan 0, 0. Gəldik bura. Ötürə gəlirəm. Oy. Axırıncı yanlış gəldik. Buradan bura, buradan bura, buradan bura, buradan da bura. Burada lazımdır. İndi burada qalıb 2. 2-dən 1 çıxıram 1. Burada 1 qalıb. 1-dən 1 çıxıram 0. Burada 1 qalıb. Burada da 1 qalıb. Amma bəlində heç nə qalmıyor. 0. Onu da yazmıram. Sonra çıxılsın. İndi sənin ədədin budur. 1, 0, 1-dir, amma 16-lıqda. İndi 8, 4, 2, 1 qaydasına görə 1, 2, 4, 8. Düzdürmü? 1, 2, 4, 8, 1. Qabağındakı 8, 4, 2, qabağındakı sıfırları yazmıram. İndi bundan bunu çıxmaq lazımdır. 1-dən 1 çıxıram 0, 0, 0, 0, 0, 1, 0, 1. Bu da 0 iş, bunu yazmasaq da olar. Bir də bunun üzərinə gəlməliyəm. İkilik say sistemində. Bunu da mən ikilik say sisteminə çevirirəm. Yaxşı. 4 dəfə düşür 8, üzr istəyirəm, 5 dəfə düşür, qalxda qalır 0. 2-yə bölürəm, 2 dəfə düşür, qalxda qalır 1. 2-yə bölürəm, 1 dəfə düşür, qalxda qalır 0. Cavab edir bu. Tərsinə yəni yazırıq bunu. Bax, bu şəkildə. 1, 0, 1, 0. 0, 1, 0, 1 şəklində yazı toplayıram. 0, 1, 0, 1, 0, 1, 0, 1. 1, 0, 1, 0 görək harada var, ya variantında var. Ümid edirəm ki, variantları düz işarələyirəm. Çox vaxt variantları səhv işarələyirəm. Bir də görürəm ki, rəylərdə linç yeyirəm. Müəllimə deyir, A-nı dediniz, C-ni yazdınız. Nə bilim, böyüyü dedilər, kiçiyi tapdınız. Belə səhvlər eləyirəm. Məqsəd əslində burada sizə metod öyrətməkdir, vaxt qazanmağı öyrətməkdir. Ona görə də yəni o şeylərə çox da fikir verməyin. Ola bilər ki, variantları hansındasa səhv yazıram. 2-nin üstə 1 gəlib 4 yazıram. Belə şeylər ola bilər. Ki, bunu əvvəlki videoda danışmışdıq, bir müəllimin qarğışına uğramışam. Gələk 81-ə. Tak. Deyir ki, verilmiş cədvəl fraqmentə əsasən modest sözünün şifrini müəyyən edərək ikilik say sistemində olan bu şifri 16-lıq say sistemində ifadə edin. Qəşəng. Bax, bir hərfləri yerinə qoyuram. Bax, M-nın kodu nədir? 1, 0, 1 yazıram. 1, 0, 1. O-nun kodu nədir? 3 dənə 0. D-nın kodu nədir? 0, 0, 1. E-nin kodu 0, 1, 1. S-nın kodu 1, 0, 0. T-nın kodu 0, 1, 0. Bunu yazdıq. İndi ikilik say sistemində olan bu şifri 16-lığa çevirin. 16-lığa çevirməkdən ötürü də 4 ayırmaq lazımdır. Ayıraq. Ayırdıq. İndi 8, 4, 2, 1, 2. 8, 8. Yəni hansında varsa birbaşa ona yazıram. 8, 4, 2, 2. 8, 4, 2. Bunları cəmləyəndə deyir 14. 14-ün də qiyməti 7.
8, 4, 2, 1, 2. Cavab verir 2, 8, 2y, 2. Yəni cavab A variantı. 82. Keçən dəfəsində sizə bu videonu çəkmişdim başdan ayağa. Başdan ayağa deyəndə 50-dən sonra, 50-dən 100-ə qədər. Sonra baxdım ki, planşetə yenilənmə gəlib. Mikrofon hissəsinin bağlı qoymuşam, səsi çıxmır videonun. Onu da YouTube-a yükləyəndən sonra gördüm. Yenidən çəkməyə məcbur oldum. O da gec saatlara qalır. Ona görə belə səhvlər eləyə bilirik. Kod cədvəlində bu fraqment verilmişdir. 9 simvolunun 16-lıq kodunu müəyyən edin. Bax, 1-in kodu 49-dur. 2-nin kodu olasıdır 50. Görsünüz. 3-ün kodu 51-dir. 51. Deməli 4 52-dir. 5 53-dür. Söhbət burada hələ ki 10-luq koddan gedir. 6 54-dür. 7 55-dir. 8 56-dır. Və 9 57-dir. Bunu 10-luq kodunu tapdıq ki 57-ymiş. Məndən 16-lıq kodunu soruşur. 57-ni də 16-lıq say sisteminə çevirirəm. Yazıram. Bölək 16. Onda burada 3 dəfə düşəcəkdir. 48 eləyir. Düzdürmü? Qalxda qalır 9. Cavab verir tərsinə yazanda 3, 9. Yəni bu variant. 83. 83 qəşəng sualdır. Xoşlayıram bu sualı niyəsə. Deyir ki, bu, bax, A, C, D, B. Bu ədədi 8-lik say sistemində verilibdir. Tamam. Bir də mənə belə bir şey verilibdir. A böyükdür, C böyükdür, D böyükdür, B. Bu şərtini ödəyən 4 rəqəmli ədəddir. Məlumdur ki, A verilmiş say sisteminin ən böyük rəqəmidir. Yəni 8-likdən böyük rəqəm 7-dir. D verilmiş say sisteminin sadə rəqəmidir. 2, 3, 5, 7, 7 zaten istifadə olunduğuna görə 7-nin üstünə xətt çəkilir. C verilmiş say sistemində 4-ə bərabərdir. Bu da tamam. B verilmiş say sisteminin ən kiçik sadə rəqəmidir, yəni 2-dir. İndi mən burada bu verilən rəqəmləri gətirib buradakı şərtdə yerinə qoysam, 7 budursa, 4 budursa, B-nin qiyməti 2-dirsə, D-nin verir ki, sadə rəqəmdir. 4 ilə 2-nin arasında yerləşən sadə rəqəm yalnız və yalnız 3-dür. Və bunun da qiyməti 3-dür. Mənə deyir ki, 8-də verilən bu ədədi, 8-likdə verilən deməli ədədim nədir? A-nın qiyməti 7-dir, C-nin qiyməti 4, D-nin qiyməti 3, B-nin qiyməti 2. Bu 8-dir. Bunu deyir 16-lığa keçir. 16-lığa keçmə qaydasında danışmışdıq ki, biz 2-liyə keçir, sonra 16-lığa keçirəm. Tamam. 4, 2, 1. Bu elədi 7. 4, 2, 1. İndi 3 almalıyam. 4 yoxdur. 2, 1-i cəmləsəm 3 eləyir. 2-ni almaq üçün də 4, 2, 1 bu şəkildə yazıram. Sonra bunu 16-lığa keçirəndə 4-4 ayırım. Bu birinci 4-lük, biraz aralı yazaq. Bu birinci 4-lük, sonra bu ikinci 4-lük, bu da axırıncı 4-lük. Bayaqki bölənlərini yazıram. 8, 4, 2, 1 hamısı var deyə bu F-dir. 8, 4, 2, 1 var. Bir dənə burada 1-dir. 8 var, 4 yoxdur, 2 var. 8 ilə 2-nin də qiyməti 10-dur, yəni A. Cavab verir F1A, yəni tak, Y variantı. Səksən dörd. Deyir ki, gəlin bu ədədi yazaq. 1 vurulsun 2 üstü 6, 1 vurulsun 2 üstündə 3, 1 vurulsun 2 üstü 1 bərabərdir. 64, üzərinə gəlsin 8, üzərinə gəlsin 2, eləyir 74. Bunun hər iki saxlayaq, bu onluq say sistemindədir. Ədədin özü də ikiliyin onluğa gətirilmiş standart formasıdır. Bu zaten məlum məsələdir. Deyir ki, ikilik say sistemindəki yazılışı 6 rəqəmdən ibarətdir. Bəli, bir dəqiqə fikirləşim, xeyr, 7 dənə rəqəmdən ibarətdir. Niyə? Çünki burada düşünmədən dedim, ilk növbədə bunu deyim sizə. 1-in arxasında 6 dənə 0. 1-in özü var, arxasında da 6 dənə 0 var. Deməli, burada 7 rəqəm olmalıdır. 7 rəqəmdən ibarətdir. Yəni, birinci verilən mülahizə yanlışdır. İkinci də, onluq say sistemindəki 74 kimi ifadə olunur. Bəli, doğrudur. Üçüncü, ikilik say sistemindəki yazılışında sıfırların sayı birlərin sayından çoxdur. İndi, bax, gəlin belə danışaq. 6 var, 5 yoxdur, 4 yoxdur, 3 var, 2 yoxdur, 1 var,
Bir də 0 yoxdur. Düzdürmü? Neçə dənə 1 var? 3 dənə 1 var. 4 neçə dənədir? 4 dənə. Deyir ki, sıfırların sayı birlərin sayından çoxdur, düz deyir. Deməli, üçüncü doğrudur. Tək ədəddir. İkilik say sisteminin tək ya da cüt olmasını ötən videoda demişdim ki, sonu 1 ilə qutarırsa təkdir, 0 ilə qutarırsa cütdür. Deməli, bu tək ədəd deyil. 5-cidə 16-lıq say sistemində 4A kimi istifadə olunur. Bunu 16-lığa çevirək. Bölürəm 16-ya. Deməli, 4 dəfə 64 eləyir. 4-ə vururam. 64 çıxanda qalır burada 10. Onun da qiyməti nədir? A. 4A. Bəli, cavab eləyir 5. 2, 3, 5. Yəni, Y variantı. 85. Deyir ki, 16-lıq say sistemində verilmiş cədvələ əsasən bir cədvəl düzəlmişdir. Nazilə kimi yazılır, alınmış söz verilmiş ikilik ədədlərin hansı ardıcıllığına uyğundur? Bir yazaq. Bax. N-nin kodu 1-2-dir. 12 deyil, 1-2-dir. Niyə? Çünki baxıram ki, Z-də məsələn 4A var. Deməli, burada əgər 12 kimi göstərmək istəsəydi, hərflə göstərirdi. Zaten 16-lıq say sisteminin rəqəmlərinin bir hissəsi hərflərlə göstərilir. Ki, onlar da tək ədədlərdir. Tək rəqəmli ədədlərdir daha doğrusu. Aha, baxaq, bax, N hərfinin kodu 1-2-dir. Düzdür? Mən bu 1-2-ni 16-lıqdadır. 10-luğa, estağfurullah, 2-liyə keçirəndə 8, 4, 2, 1. 8, 4, 2, 1 kimi yaza bilərəm. Əvvəlindəki sıfırları normalda nəzərə almırıq, amma buradakı variantlara uyğun olaraq nəzərə almalıyıq. Deməli, burada 3 dənə 0, 1, 0, 0, 1, 0, yəni ikinci uyğundur. 2. Sonra A gəlir. A hərfi nədir? 0D. Düzdür, 16-lıq say sistemində. 8, 4, 2, 1. 4 dənə 0 var. D-nin qiyməti nədir? 13-dür. 13-ü də yazanda mən burada bir dənə həmişə qırağa yazın 8, 4, 2, 1-i. Mən burada nə ilə nəyi toplasam 13 ala bilərəm. 8, 4-ü bir də 1-i toplasam. Yəni 1, 1, 0, 1 şəklində yazaram. Düzdür? Onda cavab olaraq 5. 2-dən sonra 5 yazılmalıdır. A. Z hərfi nədir? Z hərfininki 4A-dır. 4A-nı da çevirəndə 8, 4, 2, 1. Onu çevirəndə də 8-im yoxdur. Üzr istəyirəm, 8, 4 yoxdur. 8-dən 2-ni toplasam 10 eləyər də 2 və 1. Toplasaq, o zaman bunun qiyməti eləyər nə? Deməli, 3-cü uyğun gəlir səhv eləmirəmsə. Gəlin variantlara baxaq. 2, 5, 3. Bu B ilə D bir-birinə oxşardır da, düzdür. Elə bir dənə N, A, Z-nı yoxladıq. İndi I-ni yoxlasaq cavab çıxır. I-nin qiyməti nədir? 5, 1. 16-lıqdadır. Mən bunu keçirmək istəyirəm. Deməli, 5-i tapmaq üçün 4 ilə 1-i toplamalıyam. Deməli, 0, 1, 0, 1. 1-i tapmaq üçün 8 yoxdur, 4 yoxdur, 2 yoxdur, amma 1 var. Deməli, 101, 0, 0, 1. Haradadır bu? Qabağımda bir dənə 0 var. 101, 0, 6. Deməli, 2, 3, 5, 6. 2, 5, 3, 6. Bu variantı. Bu variantı ilə şərtimi ödəyir. Qutardı, getdi. Gələk 86-ya. 8-lik say sistemində bütün rəqəmləri müxtəlif olan ən böyük ədədi 16-lıq say sistemində təsvir etdikdə alınan ədədin ilk və son rəqəminin simvolunu müəyyən edin. 8-lik say sistemində bütün rəqəmləri müxtəlif olan. Tamam. 8-likdə rəqəmləri müxtəlif olan ən böyük ədədim 7, 6, 5 olar. Ən böyük ədədim bu olar. 16-lıq say sistemində təsvir etdikdə bunu 16-lığa çevirmək üçün 2-liyə keçirdərəm. 4, 2, 1 qaydası istifadə edəyəsiyəm burada da. Deməli, 4, 2, 1, 4, 2, 1, 4, 2, 1. Bu 2-lik say sistemi. Mən bunu 16-lığa keçirəndə 4, 4 ayırmalıyam. Buna qabanı 3 dənə 0 atıram. O zaman 8, 4, 2, 1-ə görə 1, F, 8, 4, 2, 1. 4 ilə 1-in də cəmi 5. 1, F, 5. Məndən də bunu alınan ilk və son rəqəminin simvolunu istəyir. Heç nə 1 və 5 olmalıdır. Deyəsən bu sualda problem var. Böyük ehtimal ki, burada problem yaranıbdır. Yenə də bir dənə sual oxuyum. 8-lik say sistemində bütün rəqəmləri müxtəlif olan ən böyük ədədi. Bəli, 8-likdə ən böyük ədədim 7, 6, 5-dir rəqəmləri müxtəlif olan. 16-lıq say sisteminə çevirəndə bəli, ilk və son rəqəminin simvolunu müəyyən edin. İlk və son rəqəmini
müəyyən edin. İlk və son rəqəmi 1 və 5-dir. Bəli, 1 və 5 olmalıdır burada cavab. Cavabda yanlışlıq, problem var, böyük ehtimaldır ki. Gələk 87-yə. Əgər mən problem, ola bilər ki, mən yorğunam, yorğun vaxtıma çökdü. Əgər problem yoxdur, mən nə isə yanlış yazmışamsa, onu zəhmət olmasa rəy bölməsində qeyd edərsiniz. Amma böyük ehtimal ki, problem var burada, yəni. 87. Yuxulu olmuş ola bilərəm. Saat neçədir? 02:24. 87. Deyir ki, plus 2. Bunu deyir, ala biləcəyi qiymətləri müəyyən edin. Belə halda hər bir say sistemlərinin ortaq olan bir keçidi onluq say sistemidir. Hamısını onluq say sisteminə gətirirəm. Olur 3x plus 2 bərabərdir. 2 vurulsun x plus 2 qüvvətində 1 üzərinə gəlsin 7 vurulsun. Bunu açıq şəkildə ona görə yazdım ki, görə biləsiniz. Yəni ədədin üstü 0, 1 eləyir. Fərqi yoxdur mötərizənin və yaxud da ki, ədədin. 3x plus 2 bərabərdir 2x plus 4 üzərinə gəlsin 7. X də bərabərdir 4 ilə 7-nin cəmliyində 11. 11-dən də 2 çıxanda eləyir 9. 9, biri x-in qiyməti 9-dur. O zaman x plus 2-nin də qiyməti olasıdır 11. 9 və 11 Y variantı. Cavablarda 7, 9 da var. Zəhmət olmasa bu barədə çaşmayın. Yəni bunları diqqətli olun bu misallarda. 88. Bayaqki tip misaldandır. Tıpqısının aynısı. Yazaq bura. A, C, D, B. İndi baxaq. Deyir ki, B böyükdür A-dan, böyükdür D-dən, böyükdür C-dən. Şərtini ödəyən 4 rəqəmli ədəddir. Onluq say sistemində verilibdir. Tamam, məlumdur ki, B verilmiş say sisteminin ən böyük rəqəmidir. Yəni 9-dur. A verilmiş say sisteminin ən böyük sadə rəqəmidir. Ən böyük sadə rəqəmi 7 olar. Sonra C verilmiş say sistemində 4-ə bərabərdir. D verilmiş say sisteminin cüt rəqəmidir. 2, 4 yoxdur. 4-ü zaten getdi. 6, 8. Bu şəkildə yazsaq. İndi baxaq. B-nin qiyməti 9-dur. A-nın qiyməti 7-dir. C-nin qiyməti 4-dür. 7 ilə 4-ün arasında yerləşən cüt rəqəm hansı olar? 6 olar, düzdür. Deməli, D-nin qiyməti də 6-dır. Bu ədədin 16-lıq say sistemində yazılışını müəyyən edin. Tamam. Sizin ədədiniz olasıdır nə? A-nın qiyməti 7, C-nin qiyməti 4, D-nin qiyməti 6, B-nin qiyməti 9. Bu şəkildə bu onluq ədəddir. Mən bu ədədi keçirməliyəm 16-lığa. Heç nə, bölü-bölə gedək. 7469-u bölürəm 16-ya. Tamam, 74-ün içində deməli 16 düşür neçə dəfə? 5 dəfə 80 eləyir. 4 dəfə onda düşür. 4 dəfə 64 eləyir. Elə. Onda burada qalır 10. 106-nın içində 16. 6 dəfə 96 eləyəcək. 6 dəfə 96. Burada yenə qalır 10. 109-un içində də yenə onda 6 dəfə yazaram. 6 dəfə yenə 96. Onda burada qalır neçə? Deməli 13 qalır. Düzdürmü? Sonra bunu 16-ya bölsəm. 16-ya bölsəm. Tak. Deməli 46-nın içində 2 dəfə 32 olsa qalır burada 14. Eləmi? 146-nın içində də 16 olar. Deməli 7 dəfə yox. 2 üstü 6, 2 üstündə 4 ilə 2 üstündə 3-ü toplasaq 128 eləyər. Elə məncə elə eləyər. 9 dəfə neçə eləyir? 9 dəfə. 6 və 9, 54, 5 yadda 144 eləyir bu. Burada qalır 2, 29 16-ya böləndə deməli 1 dəfə düşür. 16 çıxanda burada qalır 13. İfsyo. Deməli 1 D, 2 D. 1 D, 2 D, yəni Y variantı. 89. Deməli, bu ifadəsinin qiymətini 16-lıq say sistemində göstərin. Göstərək. Hamısını 16-lığa çevirək. Bax,
Birinci ədədim budur. 1, 0, 1, 1, 0, 1. 16-lığa çevirəndə əvvəlinə 0 atıram, tamam. 8, 4, 2, 1, 8, 4, 2, 1. Cəmləyəndə deməli bunun qiyməti edir 2, bunun da qiyməti edir 13. 13-ün də qiyməti D-dir. Bu qaldı 16-lıq say sistemi saxlayaq. Sonra bu ədədi 8-likdən 16-lığa keçirəndə birinci 2-liyə keçirmək lazımdır. 4, 2, 1. 4, 2, 1 şəklində yazsaq, mən bunu 4-4 ayırsam, əvvəlinə 2 dənə 0, 8, 4, 2, 1, yəni bu eləyir 3, 8, 4, 2. 16-lıq say sistemində də bu eləyir. Sonra, keçək bu birisi. 49 10-luq say sistemdədir. Mən bunu 16-lığa çevirəndə 16-ya bölsəm, 3 dəfə düşür 48 qalır, qalıqda qalır 1. Yəni bunun cavabı olacaqdır 3, 1, 16-lıq say sistemi. Sonra da bunları toplayırıq, heç nə. 2D, 3, 2, 3, 1 toplayaq. D-nin qiyməti 13-dür. 13 üstə 2 gəlirəm 15, 15 üstə 1 gəlirəm 16. 16-lıq say sistemində 16 olmadı, ona görə 16-ya bölürəm, bir dəfə qalır, qalıqda qalır 0. 0 yazıram 1 yadda. 2-nin üstə 3 gəlirəm 5, 5-in üstə 3 gəlirəm 8, bir də yadda 9. Cavab verir 9, 0, yəni Y variantı. 90. Tənliyi həll edin. Cavabı üçlük say sistemində yazın. Heç nəyim yoxdur. Hamısı belə qatma qarışıq, fərqli say sistemində. Ona görə də hamısını onluğa gətirirəm. Onluq say sisteminə, yəni bütün say sistemlərinin onluğa keçid var deyə hamısını onluğa gətirmək daha sadədir. 0, 1, 2, zaten bu onluqda da heç yazmasaq da olar. 0, 1, 2. Onda olur burada x kvadrat üzərinə gəlsin 2, x üzərinə gəlsin 1, üzərinə gəlsin 1 bərabərdir. 49 üzərinə gəlsin 1. X kvadratı üzərinə gəlsin 2x, bu çıxaq, burada 50, 50-dən də 2 çıxanda 48 eləyir. Bərabərdir 0-a. İndi x1, x2 Viet teoreminə əsasən hesablasaq, alt dəfə 8-im 48 eləyər, düzdürmü? İndi burada mənfisi və müsbətini tapmaq lazımdır. Mən burada mənfi 8, müsbət 6 yazsam, mənfi 2 eləyər, əks işarə ilə müsbət 2 yazmış olaraq hasildə bəli. Burada da say sistemi heç vaxt mənfi olmadığına görə biz burada müsbəti götürürük. Yəni deməli burada 6-lıq say sistemində olur. Tamam. Cavabı da deyir ki, üçlük say sistemində yazın. 6-nı da mən üçlük say sisteminə keçirirəm. O deyir 2, 0. Üçlük say sistemində, yəni A variantı. Görsüz 6-nın özündə veribdir cavabda hətta. Keç açdırmaq üçün. 91. 91 bu yazdığımız 91, 92, 93, 94. Bunlar işlədiyimiz sual tiplərdir. İndi bunlara yazaq. Deməli 91. Deyir ki, 258-in kvadratı. Yoxdur da, düzdürmü? 2-nin qüvvətlərinə nə yaxındır? 256 üzərinə gəlsin. 256-ın üstü 2 gələndə. 2 üstü 1. Mörtəzənin kvadratı. Şəklində yazsaq. Birincinin kvadratı, birincinin ikinciyə hasilinin 2 misli, ikincinin kvadratı. 10-dur. Bərabərdir. 8-ci say sistemində göstərin. 2 üstü 3 yazıram, qüvvəti yüksəldirəm. Deməli, 2 üstü 16-dır. Mən nəyə vursam? 5-ə vursam 16-ya yaxın ədəd olar. 15 elədi. Nəyə çatmır? Bir dənəsi çatmır. Yazıram 2 üstü 1 üstə gələk. Bayaqkində 16-lıq say sistemi deyirdi deyə 2 üstü 4-ün qüvvətində yazırdım. Amma bunu 8-yə deyir deyə 2 üstü 3-ün qüvvətində yazıram. Yenə 2 üstündə 3. Burada 10-a yaxında mən 3-ə vursam. Nəyə çatmır? 2 üstü 1-i çatmır. Üstə gələk 2 üstü 2 8-lik say sistemini aşmadığına görə, yəni 4-8-i aşmadığına görə olduğu kimi saxlayıram. Mən bunu yazıram belə. İndi göstərəcəm onu nətər yazırıq. Bu olur 2 vurulsun 8 üstü 5. Üstə gəlsin 2 vurulsun 8-in kubu. Üzərinə gəlsin 4 vurulsun 8 üstü 0 kimi yaza bilərəm bunu da. Düzdürmü? Yəni zaten 8 üstü 0 1 deməkdir. O da bu şəkildə yazılır. İndi 5-ci yer var, 4-cü yer yoxdur, 3-cü yer var, 2-ci yer yoxdur, 1-ci yer yoxdur, 0-cı yer var. 2, 0, 2, 0, 0, 4. Yəni cavab verir A variantı. Ona oxşar görünən qədər variant var. B variantı var, D variantı var, Y var, C var. Hamısı oxşar variantlardır. İndi yeni yaxşı biraz deyək ki, ona uyğun deyil, amma C-yə baxın. Yəni siz bunları yaza bilərdiniz, amma bu şəkildə yazsanız, yəni heç vaxt uduzmazsınız. 92. Tıpkısının aynısı. Baxan kimi görsənir 2-nin qüvvətlərinə nəyə yaxındır?
130. 130-un kvadratı 128-ə yaxın olar da 207-yə. 207 üzərinə gəlsin 2 mötərizənin kvadratı. Başlayıram yazıram. Birincinin kvadratı, birincinin ikinci hasilinin 2 misli, ikincinin kvadratı. İndi bərabərdir. 8-liyə çevirmək lazım. Yenə 2-nin kubunu yazıram. 14-ün yaxındır. 14-ə yaxın ədəd olmalıdır. 3-ü nəyə vuraram? 4-ə vuraram. 3 dəfə 4 12 elədi. 14-dən 12 çıxdı, neçə çatmır ikisi. Deməli 2 üstü 2-yə vurmalıyam ki, düzəlsin. Üstə gələk. 2 üstü 3-ü yazıram. Bir dənə də 3 yazsam 9-a tamamlandı. Burada ehtiyac yoxdur. Bu vuraq 1 deməkdir də. Yəni bunun heç bir əlaqə dəxli yoxdur. Üstə gəlsin, yenə bu olduğu kimi saxlayıram 4-ü. Bərabərdir. Olur nə? 4 vurulsun 8 üstü 4. Üstə gələk. 1 vurulsun 8-in kubu. Üzərinə gəlsin 4 vurulsun 8 üstündə 0. Şə. 4-cü yerimdə 4 var. 3-cü yerimdə 1 var. 2 yoxdur. 1 yoxdur. 0-cı yerimdə 4 var. 4, 1, 0, 0, 4. B variantı. 93. Yəni o ikinci üsulu göstərmirəm də. Bir də o üsulu çox da tövsiyə eləmirəm. O üsulla yazmağı. Tövsiyə edirəm, yaza da bilərsiniz. Niyə yazmayasınız ki? Amma yəni bu mənə görə daha yaxşı metoddur. O üsulda istifadə edə bilərsiniz. 93. ...64 dediyinizi eşidirəm. Birincinin kvadratı, birincinin ikinci hasilinin 2 misli, ikincinin kvadratı bərabərdir. 16-lıq say sistemini göstərin artıq burada. 4-cü dərəcədən qüvvətini qaldırasıyam. 2 üstündə 4-ün qüvvətinə 3. Üstə gələk. 2 üstündə 4-ün qüvvətində 2 yazaram, 1-i çatmır. Eləmi? 2 üstü 1. Üstə gələk. 2 üstündə 4 elə olduğu kimi saxlayıram. Elə bir 2 üstü 4-ün qüvvətində 1-dir. Bu şəkildə qalır da, düzdürmü? İndi burada heç nə yoxdur. Vuraq 1-dir deməli. Burada da heç nə yoxdur. Vuraq 1 deməli. Baxaq, 1 vurulsun 16-nın kubu. 2 vurulsun 16-nın kvadratı. 1 vurulsun 16 üstündə 1. Aha, 3-cü var. 2-cidə də var. Bax, 3-cü yerdə 1 durub. 2-ci yerdə 2 durub. Sonra 1-ci yerdə 1 durub, 0-cı yerdə heç nə durmuyor. 121 varmı cavabda? Yoxdur, təəssüf ki. Amma olsaydı, yəni onu da götürə bilərdiniz çaşıb. C variantı. Çalışın ki, 0-ı unutmayın. Sonra 94. Burada daha çox sual tipindən rastlaşmış olduq. Bu 50 və 100 aralığında fərqli sual tipləri çox idi. Və öyrədicidir. Eyni zamanda bir sualdan bir neçəsinin olması öyrədicidir. Bərabərdir. İkili say sistemində yazılarsa 0 rəqəmsə heç nə. 2-yə gətirirəm hamısını. Yazaq. Bu 2 üstündə 4-ün qüvvətinə 8 deməkdir. 2 üstü 20. Bir dənə 12-ni parçalayıram. 12 8-ə yaxındır da. 2 üstü 3. 8-in üstə 4 gələrəm ki 12 eləsin. Yəni 2 üstü 2. Qutardı getdi. İndi burada birinci olur. 2 üstü 4 dəfə 8-im 32. 2 üstü 20. 2 üstündə 3. Və 2 üstü 2. İndi deyir ki, 2 say sistemində yazılarsa 0 rəqəmi sayını müəyyən edin. Bunu yazmağın yolu nədir? Yəni normalda birləri saymaq tamam asandır da, bəs müəllim sıfırları nətər sayaq? Bir dənə bax, məsələn, fikirləşək də, bu 1-in arxasında 32 dənə 0 deməkdir. Göstərmək üçün yazıram, ha. Yəni bu normalda belə yazmayasınız. Burada 32 dənə 0 var. 32 dənədir. Sonra burada bunun üstə gələcəm, 1-in üstə arxasında 20 dənə 0. Sonra bunun üstünə gəlməliyəm, 1-in arxasında 3 dənə 0. Bunun üstə gəlməliyəm, 1-in arxasında 2 dənə 0. Elə. İndi bax, sizin buradakı 32 dənə 0-nızdan hissəsi 1 ilə əvəz olmuş oldu. 1, 2 və 3. 3 dənə əvəz oldu, düzdürmü? Heç nə. 32 dənə 0-nız var idi. 3 dənəsi getdi. Qaldı burada 29 dənəsi. Yəni cavab verir A variantı. Belə tapacaqsınız. Yəni burada bir dənə bunu götürürsünüz. Buradakı birlərin sayını çıxdınız, qutardı getdi. Əvvəldəki biri lazımdır hesablamaq. 95.
Hə. İkili say sistemində təsvir etdikdə həmin ədəddə olan bir rəqəmlərin sayını tapın tapaq. İlk öncə mən bunu çevirirəm, 2-nin qüvvətinə gətirim. Bax, bu 2 üstündə Bezatda 2-nin kvadratı deməkdir. Onun da qüvvətində 2020. Bir dənə bunu yazıram ha, o pisləri yazmıram. Onda bu 4040 eləyəcək. Üstə gəlsin 2 üstündə 2017, üstə gəlsin 15-i parçalayıram. Yaxındır 2 üstündə 3-ə, yəni 8-ə. 15-dən 8-ini çıxırım, qalır 7-si. 7-yə yaxındır 2 üstü 2, yəni 4. 7-dən 4-ünü çıxdım, qaldı 3-ü. 3-ə yaxındır 2 üstü 1. Bir də üstə gəlsin 2 üstündə 0. Eləmi? Bir rəqəminin sayını soruşur. 1, 2, 3, 4, 5, 6 dənə birim var. Qutardı getdi. Y variantı. 96. Deyir ki, hansı ən kiçik natural onluq ədəd 8-lik 9-luq say sistemində təsvirin sonunu 0 rəqəmi ilə bitir. Belə tip misalları işləyəndə, gəlin belə danışaq da, sonunun bitməsi, yəni sən bunu ilk dəfə bölən zaman 8-ə, qalıqda 0 qalmalıdır mütləq. Birinci, yəni hansı ədəddir ki, 8-ə və 9-a böləndə qalıqda 0 qalır. Burada da hər ikisinin ortaq bölündüyü ədəd bir dənə 72-dir. 24 8-ə bölünür, amma 9-a bölünmür. 27 9-a bölünür, amma 8-ə bölünmür. 56 8-ə bölünür, 9-a bölünmür. 54 9-a bölünür, 8-ə bölünmür. Yəni hansısa birini yoxlasanız, o birisi ixtisar olmuş olur da. Bir dənə 72-dir ki, siz bu 72-ni qələmim yazmır. Aha. 72-ni bölsəniz 8-ə, 9 dəfə çıxır, qalıqda qalır 0. Sonra 9-u böləcək 8-ə, bir dəfə çıxır, qalıqda qalır 1. Yəni biz bunu arxadan əvvələ doğru yazırıq axı. Ona görə sizin ilk ədədinizin qalığı 0 olmalıdır. Ona görə cavab edəcəkdir bu da variantı. Variant. Bu neyini görən? Nəsə heç bir şey eləmir. Tamam. Elə bildim ki, AI ilə nəsə eləmək olar. Bəlkə də eləyir, bilmirəm, yoxlamamışam. Gələk 97-yə. Deyir ki, bu sual Gündüz Mirzəbəylinin sevimli suallarındandır. Niyə elə deyirəm? Çünki Gündüz Mirzəbəylinin test toplusu var, Kodera. Orada doludur bu sualdan, çoxdur. Hə, bu test toplusuna da salınıbsa, deməli, qəbula düşə biləcək tip bir sualdır. Yəni ona görə də bu sualı öyrənməyinizi tövsiyə edirəm. DİM-də bu sualdan çox fərqliləri var. Yoxsa üzr istəyirəm. Koderada çoxlu fərqli tipləri var bunların. İnşallah onları Koderanı izah eləyəndə izah eləməyi düşünürəm. Yəni orada izahlarına baxsaz görərsiniz ki, tamam belə fərqli tip suallardır. Əslində eyni şey gəlib çıxır. Bir dənə mənasını dərk eləsəz tapmaq olur, hamısını tutmaq olur. İndi gələk burada. Deyir ki, 5 hərfli sözlərdir, əlifba sırasından düzülüb. Sıranın əvvəli aşağıda göstərilən kimidir. Bir dənə qaydaya baxın ki, burada verilən ardıcıllıq sizin üçün önəmlidir. Önəmli olan burada 1, 2, 3 bu ardıcıllıqdır. Yəni bax məsələn birincidə verilibdir 5 dənə A. 1 2 3 4 5 dənə A. İkincidə verilibdir 4 dənə A. 4 dənə A. Bir dənə O. Üçüncüdə verilibdir A, bir dənə də U. Hə, bu şəkildə gəlir. Deməli, sizin A-dan A, O, U ardıcıllığınız davam edir. Diqqətlə baxsaz yenə. İkinci rəqəm dəyişir. Məsələn, A, O, U, yenə A, O, U bu şəkildə gedəsidir. Məsələ burada nədir? Biz bunları rəqəmlərlə işləməyə çeviririk. Yəni rəqəmlərlə işləyirik. Nətər rəqəmlərlə işləyirik? Əgər ardıcıllığım A, O, U şəklindədirsə, deməli mənim A 0-dır. O 1-dir, bu da 2-dir. Burada demək ki, üçlük say sistemindən söhbət gedir. Üçlük say sistemindən. Yənisi, buradakı ədədiniz, biz danışmışdıq da ki, qabağında nə qədər 0 olur olsun, mənası yoxdur həmin ədədin. Yəni qabağındakı sıfırların, onun qiyməti dəyişmir. Yəni mən bura 5 dənə 0 düzsəm, bunun qiyməti 0 deməkdir onluq say sistemində. Bura mən 4 dənə 0 düzüb bir dənə 1 yazsam, bu 1 deməkdir. Burada mən 4 dənə 0, bir dənə 2 yazsam, bu 2 deməkdir. Yəni bunun çox da əhəmiyyəti yoxdur. Gələk 4-cü misala. 4-cüdə yazıbdır ki, A, O, A.
Bunu izah edirəm ki, nə demək istədiyimi indi burada başa düşəsiniz. Bunun qiyməti, yoldaşlar, 3-dür. Deyəcəksiniz, müəllim, hardan bildiniz, nə bildiniz, niyə? Yadınızda saxlayın. Bundan əvvəl də dedim. Dedim ki, 1-0, bu əvvəldəki sıfırları nəzərə almırıq da təbii ki. Bunları nəzərə almırıq. 1-0 yazılışında hansı say sistemindədirsə, əsası nədirsə, həmin ədədin özünə bərabərdir. Yoxlaya da bilərik. 1-0 8-lik say sistemində 8-ə bərabərdir. Niyə? Nömrələsəm, arxadan əvvəl doğru. 1 vurulsun 8 üstü 1 8-ə bərabərdir. Bunu istənilən say sistemində yoxlaya bilərsiniz. Hamısı üçün də keçərlidir, eyni şey gəlib çıxır. İndi bu 3-dür. Düzdür? Mənə deyir ki, O hərfi ilə başlayan ilk sözün sıra nömrəsini müəyyən edin. Mən gəlirəm. O hərfi ilə başlayan deyirsə, deməli burada O olasıdır, qalanları A olasıdır. Yəni sizə deyir ki, 1 ilə başlayan 3 rəqəmli ədəd, ilk 3 rəqəmli ədəd hansıdır? 100 olar da, ağlınıza gələn 100-dür. Yəni qapağı 1-dir, arxası sıfırlar olasıdır. Neçə rəqəmli deyirsə o. İndi bu 5 rəqəmlidirsə, deməli bunun qabağındakı ədəd əgər O-dursa, arxası 0 olmalıdır. Sıfırlar da hansıdır? A-dır. İndi onun qiyməti nədir? 1. 1-in arxasında 4 dənə 0. 1, 2, 3, 4. Bu 3-lük say sistemindədirsə, mən bunu keçirdirəm 10-luq say sisteminə ki, görün bunun qiyməti neçədir? 0, 1, 2, 3, 4. Bizdən burada 1 vurulsun 3 üstündə 4. O da 81 eləyir. Sıra nömrəsini soruşur məndən. İndi bu hər hansı bir x sırada bunu soruşur. Bunu tapmaq lazımdır ki, fikirləşək. Sıfır rəqəminin nömrəsi 1-dir. 1-dir. 1-in nömrəsi 2-dir. 2-nin nömrəsi 3-dür. Hərəsi özündən bir vahid artıq. Deməli 81-in nömrəsi olacaqdır. 82. Yəni cavab edir C variantı. 98. Bəlkə sualdan bir dənəsi daha. X, Y, Z, T. Deyir ki, 16-lıq say sistemində verilmişdir. Y kiçikdir, X kiçikdir, T kiçikdir, Z şəklindədir. X verilmiş say sisteminin cüt rəqəmidir. Yəni, bilmirəm hansıdır. 2, 4, 6. Hələ ki, bunu saxlayırıq. Y verilmiş say sisteminin ən kiçik rəqəmidir, yəni 0-dır. Z verilmiş say sistemində 5-ə bərabərdir. T verilmiş say sisteminin tək rəqəmidir. İndi cəmb eləyək. Bu 0-dır. Z-də 5-dir. 0-la 5-in aralığındadır deməli bu X-lə T. Mən niyə bunları saxladım? Çünki bax, cüt ədəd deyirsə 2, 4, 6, 8, A, S, Y. Bunları yazmalıyam. Mən də bunları düzdüyümü hazır aralığını tapıram ki, hansı aralıqdadır ona uyğun yaz. Bax, X cüt ədəddir. 0 ilə 5-in arasında yerləşir 2 ilə 4. T də deyir ki, tək rəqəmdir. T də tək rəqəmdirsə 5-dən kiçik tək rəqəm neçədir? 3-dür. Yəni, bura 3-dürsə, deməli, bura qalır bir dənə 2. X-in qiyməti 2, Y-in qiyməti 0, Z-in qiyməti 5, T-nin qiyməti 3. 16-lıq say sistemində verilən bir ədəddir. Bunu tapdıq. 10-luq say sisteminə keçirdik. Heç nə. Nömrələyirəm 0, 1, 2, 3. Bərabərdir. Yəni, bunlar bir dənə ayıraq. Nəsə. Olur. 2 vurulsun 16-nın kubu. Üzərinə gəlsin bu 7. 0-a vurma zaten 0-dır. 5 vurulsun 16, üzərinə gəlsin 3. Bərabərdir. Bunu bura vuranda eləyir 80. Bu da eləyəcəkdir. Deyim də sizə. 2 üstü 4 üstü 3, 2 üstü 12, 2 üstündə 13 eləyir bu. 2 üstündə 13-də 8192 eləyir. 8192-nin üzərinə gəlməliyim 83-ü. O da eləyir 5, 7 bir yadda 8275. Yəni cavab bu variantı. Belə. 99. Bu 10-luq ədədini 2 say sistemində təsvir etdikdə üstə gələk 8 üstündə 500, üstə gəlsin 19. Bax, 2 say sisteminə 2-nin qüvvətinə gətirirəm. 2025 üzərinə gəlsin. Bu 2 üstü 3 deməkdir. 3 dəfə də 5-im 15. Üzərinə gəlsin. 19-u yazıram. 2-nin qüvvətində 4-ə yaxındır. Yəni 16-ya. 2 üstündə 4 üzərinə gəlsin. 19-dan 16 çıxanda yerdə qalır 3. Düzdürmü?
3'ü də 2 üstündə 2, üzərinə gəlsin 2 üstündə 0 kimi yazıram. İndi deyir ki, 2 say sistemini təsvir etdikdə rəqəmdə olan birlərin sayını 1, 2, 3, 4, 5 dənə. Yəni cavab verir A variantı. 100 deyir ki, deməli, üstə gələk. Bir də bu. Çıx ki. Dəqiqə. Hə, bunu deyir doğru olduğu say sistemin əsasını müəyyən edin. Onu say sisteminə çevirirəm. Görən kimi hamısını onluğa keçirdirəm. 26 üzərinə gəlsin 6x bərabərdir. 2 vurulsun x minus 2-nin kvadratı üzərinə gəlsin 2. Всё. Dalını yazmıram. X minus 2-nin üstündə 0 da zaten 2 deməkdir. Yəni 1 deməkdir. Onda 1'ə vuranda eyni şey qalır. Tamam. Hesablayıram. İndi bu mötərizəni mən qıraqda belə hesablayası olsaq, yəni açası olsaq, birincinin kvadratı, birincinin ikinci hasilinin 2 misli, ikincinin kvadratı, yəni 4 kimi yazsam. Bir də bunu vurub açıram. Olur 2x-in kvadratı çıxılsın 8x, üstə gələk 8, üstə gələk 2. Olur 2x-in kvadratı, bu 6x bu tərəfə keçir, olur çıxılsın 14x, düzdürmü? Sonra 8-in üstə 2 gəlirəm, 10, 26 bu tərəfə keçir, çıxır 16, bərabərdir 0-a. Hər tərəfi 2-yə bölsək, x kvadratı çıxılsın 7x, çıxılsın 8, bərabərdir 0 şəklində yazsaq, bunun Viet teoreminə görə kökləri nə olar? x1, x2. Bunun Vietə görə kökləri 1 ilə 7 yazsaq, 7 ilə 1 yazsaq, indi mənfi 1 ilə 7 olsa, mənfi 1 ilə 7 olsa yox olmaz. Mənfi 7 ilə mənfi 1 olsa amma yox. Belə kök olar amma bu deyil. Niyə? Çünki köklər mənfi olsa say sistemi də gərək mənfi olsun. O da mənfi ödəmir axı. O zaman bunun qiyməti nə ola bilər? Bir dənə fikirləşək. 7 ilə 8-in deməli qiyməti nə ola bilər? Bir dənə fikirləşək. Heç diskriminanta girmək istəmirəm burada. Deməli, ay yoldaşlar, 1, 7, yox, düz demirəm, bir dəqiqə. 1-dən 8 olar. 1-dən 8. Bu şəkildə olsa, deməli, 1-dən 8, 1 8-ə vuranda tamam da, mənfi 1-dən 8-i deməli, toplasaq, eləyəcək müsbət 7. Hə, ödəyir. Deməli, burada olacaqdır x-in qiyməti 8. Doğru olan say sisteminin qiyməti də 8-dir. Cavab burada x-in qiyməti 8, yəni A variantı eləyir. Bu qədər. Dərsimiz bu qədər. Dərsi çox gecdir. Artıq cümlə qura bilmirəm. Tamam yoldaşlar. Hələlik hər birinizə təşəkkür edirəm izlədiyiniz üçün, sona qədər dinlədiyiniz üçün. Kanala abunə olmağı, dostlarınızla bölüşməyi, videomu bəyənməyi və rəy yazmağı unutmayın. Hər birinizə təşəkkür edirəm. Sağ olun, salamat qalın.